Sizinlə yenə mən, nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Bu günləri sizə Parkinson xəstəliyi haqqında danışacağım. Parkinson xəstəliyi yavaş başlanğıclı, ilərləyən degenerativ bir xəstəlikdir. Buna səbəb beyində dopamin neyrotransmitterinin az ifrazı, zamanla da ifraz oluna bilməməsidir. Parkinson xəstəliyinin simptomları nədir? Parkinson xəstəliyinin 3 əsas klassik simptomu var. Bunlardan birincisi sakitlik tremoru. Yəni sakitlik zamanı əsmə. Bu bir ətrafdan başlayıb zamanla başqa ətraflara da keçə bilər. Bradikineziya, hərəkətlərdə yavaşlama və rigidlik, əzələ sərtliyi. Bu 3 klassik simptomdan ən azından ikisi olduğu zaman artıq Parkinson xəstəliyini düşünə bilərik. Lakin xəstəlik ilərlədikcə başqa simptomlar da ortaya çıxır. Bu müvazinət itkisi, yerişimizin önə doğru əyilməsi, maska sifət, yəni üzdə mimika əksikliyi, təzyiq düşməsi. Lakin Parkinson xəstəliyinin diaqnozu qoyulmamışdan 10-15 il öncədən artıq bəzi simptomlarla özünü büruzə verməyə başlayır. Bunlardan ilki yuxunun REM fazası adlandırdığımız fazada, yəni yuxu gördüyümüz zaman hərəkətləri və yaxud da ki dediyimiz sözləri təkrarlamaq. Yuxuda olduğumuz zaman onları birə-bir təkrarlamaq. Qoxu bilmənin azalması, depressiya kimi simptomlarla özünü büruzə verə bilər. Yaxşı, diaqnoz necə qoyulur? İlk növbədə ətraflı anamnez, yəni məlumat toplayaraq və nevroloji status dəyərləndirilərək. Yəni Parkinson xəstəliyi əslində kliniki bir diaqnozdur. Lakin başqa Parkinson xəstəliyini xatırlada biləcək xəstəlikləri diferensiasiya etmək üçün sizdən MRT müayinəsi və yaxud da ki başqa müayinələr istənilə bilər. Və DAT skan adlandırdığımız dopamin ölçmək üçün xüsusi bir yöntəmdir. DAT skan istənilə bilər. Və diaqnoz qoyulduqdan sonra artıq müalicə başlanılır. Dərman müalicəsi və cərrahi müdaxilədir. Dərman müalicəsi bəzi hallarda başlarda bizə kömək etsə də, zaman ilərlədikcə təsiri azala bilər və yaxud da ki, diskineziya adlandırdığımız istəksiz hərəkətlər ortaya çıxarda bilər. Və yaxud da ki, off adlandırdığımız hərəkətsiz dönəmlərlə özünü büruzə verə bilər. Bu zaman artıq cərrahi müdaxiləyə ehtiyac vardır. Cərrahi müdaxilənin ən ideal zamanlaması xəstəliyin diaqnozundan 5 il sonradır. Lakin ehtiyac olduqda bu müddət qısala da bilər və yaxud da ki, uzana da bilər. Mövzu ilə bağlı suallarınızı şərhlərdə qeyd edə bilərsiniz. Mütləq şəkildə hamısı cavablandırılacaq və daha çox nevroloji məlumatlar almaq üçün kanalıma abunə ola bilərsiniz.